Salam benim balaca dostlarım. Süper bir maceraya hazırsınız. Bugün biz sizinle renklerin sehirli dünyasına seyahat edecek. Hem de İngiliz dilinde yeni, çok maraqlı sözler öğrenecek. Eləysə vaxt itirmeden başlayak. Yaxşı, başlamazdan qabaq gəlin biraz söhbət edək. Sənin ən sevdiyin rəng hansıdır? Fikirləşdin? Əla. Onsuz da bütün rənglər gözəldir, düzdür? Super. Onda gəlin görək. Bizim ilk rənglərimiz hansılardır? Ve ilk rengimiz kırmızı. İngilizce biz buna deyirik red. Hadi benimle birlikte tekrarla red. Eşitmirəm. Biraz da ucadan. Red. Bax bu başqa məsələ. Afərin. Baxın, bu şipşirin alma necə də qırmızıdır, yəni the apple is red. Yadınızda saxlayın, red rəngini çox yerdə görə bilərsiniz. İndi isə keçirik yaşıl rəngə, təbiətin rəngi. İngiliscə bu rəngə green deyirlər. Hamımız bir ağızdan deyirik. Green, çox gözəl. Məsələn, həyətdəki, parkdakı otlar var ha, bax onlar yaşıldır. Yəni, the grass is green. Doğrudan da çox rahatladıcı bir rəngdir, elə deyil? Sırada günəş kimi parlaq bir rəng var. Sarı. İngilis dilində deyəcəyik yellow. Gəl birlikdə deyək yellow. Əla alınır. Bax, səhərlər bizi oyadan, istilik verən günəş var ha o, sarıdır. The sun is yellow. Həm parlaq, həm də çox şirindir. Yaxşı, bəs səma hansı rəngdədir? Əlbəttə, mavi. İngiliscə çox sadədir. Blue. Təkrar edirik. Blue. Super. Başımızı yuxarı qaldıran kimi gördüyümüz o böyük, gözəl səma. Mavidir. The sky is blue. İndi bir balaca fərqli bir şey edəcəyik. İki rəngi eyni anda öyrənirik. Bunlar bir-birinin əksidir. Birincisi qara, yəni black. Gəlin deyək black. O birisi isə ağ, yəni white. İndi də bunu deyək white. Afərin. Baxın, necə də asandır. Gecə hər yer qaranlıq olur, qara rəngdə, yəni black. Qışda isə hər yeri bürüyən qar necə olur? Bəmbəyaz, ağappaq, yəni white. Çox yaxşı gedirsiniz. Amma hələ bitmədi. Maceramız davam edir. Görək başqa hansı gözəl rənglər bizi gözləyir. Aha, növbəti rəngimiz narıncı. İngiliscə çox maraqlı səslənir. Orange. Gəlin birlikdə tələffüz edək. Orange. Çox asan idi, düzdür? Ən maraqlısı isə odur ki, portağal meyvəsi də narıncıdır. Yəni həm meyvənin adı, həm də rəngi eynidir. The orange is orange. Bax, bunu yadda saxlamaq lap asan olacaq. İndi gəldik çox qəşəng bir rəngə. Bənövşəyi. İngiliscə adı purple'dır. Hamımız birlikdə ucadan deyirik purple. Əla. Üzüm xoşlayırsınız? Mən də. Bax, bəzi üzümlər var ki, tünd, gözəl, bənövşəyi rəngdə olur. Grapes can be purple. Sırada çox zərif, çox sevimli bir rəng var. Səhrayı. İngiliscə adı da çox asandır. Pink. İndi tək sən də görüm. Pink. Afərin. Məsələn, bağçadakı o gözəl güllər var ha, onlar çəhrayı ola bilər. The flower is pink. Həqiqətən də çox zərif rəngdir. Yaxşı, növbəti rəngimiz şokolad rəngidir. Qəhvəyi. İngiliscə biz buna brown deyirik. İndi sən təkrarla. Brown. Məsələn, sənin sevimli oyuncaq ayın var. Bəlkə o qəhvəyə rəngdədir. Bax, the bear is brown. Və bu günlük sonuncu rəngimizə gəlib çatdıq. Boz. İngiliscə bu rəng grey adlanır. Gəlin, bu sonuncu rəngi də var gücümüzlə deyək. Grey. Möhtəşəmsiniz. Bəzən hava tutqun olanda yağış yağmazdan əvvəl buludlar boz rəngə çalır. Yəni, the cloud is grey. Afərin sizə. Siz doğrudan da möhtəşəmsiniz. Bütün rəngləri öyrəndiniz. Yaxşı, gəlin indi öyrəndiklərimizi yadda saxlamaq üçün hamısını bir yerdə sürətli şəkildə təkrar edək. Hazırsınız? Başladıq. Red, green, yellow, blue. Super. Davam edirik. Black, white, orange, purple. Və sonuncular pink, brown və grey. Vay vay vay, siz artıq İngiliscə tam 11 dənə rəng tanıyırsınız. Bu əladır. Bəli, indi ki bu qədər gözəl rəngi tanıyırsınız, bəs ağlınıza nə gəlir? Görəsən bu rənglərlə nə çəkmək istərdiniz? Bəlkə sarı günəşli, mavi bir səma, ya da çəhrayı güllərlə dolu yaşıl bir çəmənlik? Fikirləşin, seçim tamamilə sizindir. Əsas odur ki, təxəyyülünüzü işə salasınız.